Xatırlayırsa mətbuatda belə bir xəbər yayılmışdı ki, güya həkimlər Mbappénin səhv ayağını müalicə eləyiblər, lakin Kylian Mbappé öz intervyusunda deyib ki, bunların hamısı yalan məlumatdır. Mbappé həm də vurğulayıb ki, bir hissədən də mən buna görə məsuliyyət daşıyıram, çünki sən sakit olanda mətbuat bu hadisəni istifadə eləyir. Vinicius Juniora onun müqaviləsi haqqında sual verilib, o da vurğulayıb ki, stat: mən düşünürəm ki, mən hələ Real Madridin şərəfini çox uzun illər qoruyasam. Statın sonu. Əşrəf Hakiminin agenti isə belə bir ifadə işlədib ki, bəs Əşrəf Hakimini Paris Saint-Germain tərk etməyə mümkünsüzdür. O burada xoşbəxtdir və ikinci dəfə Çempionlar Liqasının qalibi olmaq istəyir. Rodri isə fikrimcə bombanı partladan bir intervyu veribdi. Bu intervyunun qısa statlarını gətirəsəm, mənim müqaviləmin 1 il sroku qalıbdı. Hansısa bir anda biz oturub və söhbət eləməliyik. Real Madrid mənim üçün bağlı qapı deyil. Mən öz karyeramda İspaniyadan qıraqda oynamağı planlaşdırmırdım. Lakin Manchester City 2019-cu ildə bir variant kimi çıxdı. Mən Manchester City'yə keçidimə razılıq verdim. Bernabeu'da oynamaq inanılmazdı. Bura rəqib üçün çox qorxunc bir yerdir. Bəli, mən La Ligaya qayıtmaq istəyərdim. Amma Atletico Madriddə oynamağım mənə heç bir cürə mane eləmir ki, mən Real Madriddə çıxış eləyim. Siz ən yaxşı komandaların təşrifindən imtina eləyə bilmərsiniz. Onsuz da çox oyunçular hər iki komandada oynayıbdır. Yəni Real Madrid və Atletico Madridi nəzərdə tutur. Mən düşünürəm ki, insanlar məni və Vinicius'u bir-birimizə düşmən eləmək istəyirdi. Lakin belə bir şey olmadı. Mən Vinicius'a çox böyük bir hörmət eləyirəm. Biz yox, başqa insanlar qərar verir ki, kim qızıl topu qazanacaq. Sizcə Rodri'nin belə bir intervyu verməyi düzgündür? Adam sanki çığırır ki, Real Madrid mən götür, Realda oynamaq istəyirəm.